Yəni, faktlar əslində onu göstərir ki, Azərbaycan sadəcə sözdə yox, bəyanatlarda yox, həm də hərəkətlərində, qərarlarında da, işində də bəlli bir fəaliyyət ortaya qoyur və bu həm Körfəz ölkələri ilə, Yaxın Şərq dövlətləri ilə münasibətlərdə belədir, həm Avropa ölkələri ilə münasibətlərdə belədir. Amma indi Fələstinlə bizim artıq əlaqələrimizin dinamikası, biz bu səfərdə də gördük ki, artmaqdadır. Lakin niyəsə həmişə Azərbaycanı Fələstinlə bağlı mövqeyini pasiv adlandıran bəzi dairələr olub. Hərçənd ki, bu belə deyil. Hərçənd ki, ən yüksək kürsüdən Azərbaycan həmişə bildirib ki, Şərqi Qüds daxil olmaqla biz Fələstinin suverenliyini tanıyırıq və iki dövlətli həll məsələsini dəstəkləyirik. Bəs niyə belə bir Azərbaycana qarşı qərəzli mövqe qoyurlar? Bu qərəzli mövqe ortaya qoyanların məqsədi nədir Kazım bəy? Şübhəsiz ki, bu Azərbaycanın regional siyasətdə və beynəlxalq siyasi arenada artan rolunu qısqanan tərəflərin işidir. Səbəb bundan ibarətdir ki, Fələstin məsələsi sadəcə iki dövlətin münaqişəsi deyil. Fələstin məsələsi 1947-ci ildən, hətta daha əvvəllər gəzə Balfour deklarasiyasından bu tərəfə ümumi bir Ərəb dünyasının, daha sonrası İslam dünyası bir məsələsinə çevrilmişdir. Çünki Fələstin xalqının həqiqətən də yaşadığı humanitar fəlakətlər, ha belə orada Qüds şəhəri, biz bilirik ki, İslamda da Qüds şəhərinin xüsusi bir yeri var. Yəni Qüds şəhəri ətrafında baş verən prosesdə Fələstin xalqının yaşadığı humanitar böhranlar, bunlar hamısı Fələstin hər zaman diqqət mərkəzinə saxlamışdır və Fələstin məsələsi İslam dünyasının həssas nöqtəsidir. Biz bilirik ki, son illərdə Qəzzaya baş verən hücumlarda sivil insanlar itkisi İslam dünyasında böyük bir qəzəbə səbəb olmuşdur və İstanbuldan Qahirəyə, Cakartadan belə deyək ki, Tripoliyə qədər mitinqlər təşkil olunmuşdur və bütün İslam dünyasında həmrəylik var idi ki, Fələstin məsələsində birlikdə çıxış etmək lazımdır, Fələstinə yönəlik baskılar dayandırılmalıdır, xüsusilə sivil insanlar hədəf alınmamalıdır. Hətta biz sadəcə İslam dünyasında deyil, Avropada, Amerikada bu tipli belə deyək ki, mitinqlərin, siyasi debatların, siyasi liderlərin çıxışlarının, Cənab Ərdoğanın biz bilirik ki, xüsusilə İsraillə çox ciddi, sərt qarşıdurmaları oldu sözlü olaraq təbii ki. Və belə bir həssas bir dönəmdə şübhəsiz ki, Azərbaycana qarşı müəyyən qarayaxma kampaniyaları həyata keçirmək istəyən qüvvələr vardı. Onun əsas səbəbi ondan ibarətdir ki, onlar Azərbaycanın həqiqətən də regional nüfuzundan çəkinirlər.